Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliyin gücləndirilməsinə dair anlaşma memorandumu təsdiqlənib. Prezident İlham Əliyev bundan bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair anlaşma memorandumunun təsdiq edilməsi haqqında qanunu imzalayıb. 8 maddədən ibarət memoranduma əsasən birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünü müdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Hər iki ölkə dinc dövrdə yuxarıda qeyd edildiyi kimi mütəmadi olaraq birgə hərbi təlimlər və manevrlər keçirirlər. Ayrı bir məsələ Birləşmiş Millətlər Təşkilatının nizamnaməsindən sonra NATO nizamnaməsinin 5-ci maddəsinə istinad edilməsidir həmin sənəddə. Bu isə əgər hər hansı bir ölkəni üçüncü tərəf təhdid edərsə, bu zaman dərhal məhz bu müqaviləyə əsasən müdafiənin hansı səviyyədə və necə təşkil olunmasıyla bağlı dərhal tərəflər bir-birini bilgiləndirir və hərəkətə keçirlər. Bu deməkdir ki, Türkiyəni təhdid edən hər hansı bir təhlükə Azərbaycan təhlükə hesab olunacaqdır və Azərbaycanı təhdid edən hər hansı bir təhlükə Türkiyə üçün eyni həyəcan siqnalını çalmış olacaqdır ki, bu da daha qlobal mənada Ağdənizdən başlamış Böyük İpək yolu üzrə Türk Dövlətləri Təşkilatının sərhədlərinə qədər mühüm bir təhlükəsizlik çətirinin gələcəkdə formalaşmasını şərtləndirəcək. Memorandum yalnız hərbi əməkdaşlıq və hərbi təhlükəsizlik sahəsindəki məsələləri əhatə edir və bu çərçivədə yalnız müdafiə sahəsində qarşılıqlı yardım, təlim, təchizat və tərəflərin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasına ehtiva edir. Eyni zamanda Azərbaycan və Türkiyə öz milli qanunvericiliklərinə uyğun olaraq hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirir. Buna müvafiq olaraq hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər. Tərəflər bölüşdürülmüş məxfi bilgilərin üçüncü tərəfə ötürülməsi haqqında da özlərinə öhdəlik götürmüş olacaqlar. Bu nə deməkdir? Bu faktiki olaraq bir millət, iki dövlət fəlsəfəsinin artıq hərbi əməkdaşlıq sahəsində də bir millətin təhlükəsizliyi kimi davranması üçün əsaslar yaratmış olacaqdır. Bu olduqca vacibdir. Yəni, bugün Azərbaycan və Türkiyənin öndərlik etdiyi təhlükəsizlik, yeni təhlükəsizlik çətiri ki, regionumuzda formalaşır. Bu həm də daha qlobal mahiyyət kəsb edir. Çünki regionda yaranmış yeni reallıqlar, yeni iqtisadi münasibətlər sistemi yaradır, yeni nəqliyyat, kommunikasiya, logistika imkanları yaradır ki, bunların da təhlükəsizliyinin qorunması öz-özlüyündə labüddür. Yəni, bu sənəd artıq həm iki ölkənin maraqları kontekstində, həm də regional maraqlar kontekstində təhlükəsizlik baxımından olduqca əhəmiyyətlidir. Qeyd edək ki, anlaşma memorandumuna tərəflərin qarşılıqlı yazılı razılığına əsasən istənilən zaman düzəliş və ya əlavələr edilə bilər. Eyni zamanda Azərbaycan və Türkiyə arasında bu memorandumun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yaranan fikir ayrılıqları yalnız tərəflər arasında keçiriləcək danışıqlar və məsləhətləşmələr yolu ilə həll edilir. Bundan əlavə Bakı və ya Ankara ləğv etmə niyyətini diplomatik kanallar vasitəsilə yazılı şəkildə bildirərək memorandumu ləğv edə bilər. Bu halda memorandum həmin bildirişin alındığı tarixdən 60 gün sonra ləğv edilir. Anlaşma memorandumu beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həyata keçirilir. Üçüncü dövlətlərə qarşı yönəlmir və regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.